Salam. Beğendiğim ispatlar seriyasının 5. videosunda görüşürük. Bu videoda Cantor teoreminin ispatını vereceğim. Cantor teoremi deyir ki, 0-1 parçası qeyri-hesabi çoxluqdur. Cantor'un bir neçə teoremi var riyazi analizdə və riyazi analiz kursunda bu teorem fərqli ispat olunur. Cantor'un deməli bir-birinə daxil olan və uzunluqları sıfıra yaxınlaşan parçalar ardıcıllığının hamısına daxil olan yeganə bir həqiqət vardır. Həmin teoremlə ispat olunur ki, 0-1 parçası qeyri-hesabi çoxluqdur. Funksional analizdə başqa bir ispat verilir. Cantor'un diagonal metodu ilə bu teoremi də ispat etmək mümkündür. 0-1 parçasının qeyri-hesabı olduğunu. Əslində Cantor'un diagonal metodu daha ümumi, daha geniş bir faktdır. Həmin faktla bir çox teorem ispat etmək mümkündür. Yəni Cantor'un diagonal metodu sadəcə bu teoremin isbatında istifadə olunmur. Başqa teoremlərin isbatında da istifadə olunur. Bu videoda mən başqa bir ispat verəcəm, fərqli bir ispat verəcəm. Əslində bu ispat daha ümumi bir ispat olacaq və funksional analizdən ispat edəcəm. Əslində bu teorem həm riyazi analizin teoremidir, həm də funksional analizin teoremidir. Hər iki kursda da verilir. İspat edəcəyik ki, 0-1 parçası qeyri-hesabi çoxluqdur. Yəni 0-1 parçasını nömrələmək mümkün deyil. Başqa bir deyişlə 0-1 parçası ilə natural ədədlər çoxluğu arasında bir biyektiv inkas mövcud deyil. Bir çoxluğa nə zaman biz hesabi çoxluq deyirik? Əgər bir çoxluqla natural ədədlər arasında bir biyektiv inkas varsa, həmin çoxluğa hesabi çoxluq deyirik. Demək ki, 0-1 parçası ilə natural ədədlər arasında bir biyektiv inkas mövcud deyil. Bunun isbatını verəcəm indi. Öncə başqa bir fakt ispat edəcəm funksional analizdən. Bu fakt məşhur Ber teoremindən bir nəticə olacaq. Ber'in teoremi necə idi? Deyir ki, tam metrik fəza ikinci kateqoriyalı çoxluqdur. Yəni bir tam metrik fəzanı, əgər metrik fəza tamdırsa, həmin metrik fəzanı hesabi sayda heç yerdə sıx olmayan çoxluqların birləşməsi şəklində göstərmək mümkün deyil. Həmin teoremdən bir nəticə olacaq indi ispat edəcəyim teorem və həmin teoremdən də bu fakt çıxacaq. Teorem deyir ki, tam metrik fəzada izola olunmuş nöqtə izola olunmuş nöqtə yoxdursa, onda bu metrik fəza qeyri-hesabidir. Onda bu metrik fəza qeyri-hesabi çoxluqdur. Qeyri-hesabi çoxluqdur. Bunun isbatını verəcəm. Və buradan da Cantor teoremi avtomatik anılacaqdır. Bir cümlə ilə anılacaqdır. Təbii ki, yəni 0-1 parçası, biz əgər metrik fəza olaraq 0-1 parçasını götürsək və metrikanı da bu cür versək, rho x, y bərabərdir modul təbii metrika x minus y bu cür versək metrikanı, təbii ki, tam metrik fəza olacaq. Və izola olunmuş nöqtədə yoxdur. O zaman demək ki, qeyri-hesabi çoxluqdur. Yəni bu teoremdən avtomatik alınır. Bu teoremin isbatını indi verəcəm. Əksini fərz edək. Deyək ki, hesabi çoxluqdur metrik fəza. Hesabi çoxluğu bilirik ki, bu şəkildə yaza bilirik. Yəni, nömrələyə bilirik. x1, x2, x3 və s. Yaza bilirik belə. İndi bu çoxluqlara baxaq. Sadəcə bu çoxluqlara baxaq. Bir elementdən ibarət çoxluqlara baxaq. Təbii ki, bunlar
heç yerdə sıx olmayan çoxluqlardır. Sıx olmayan çoxluqlardır. Səbəb teoremin şərti. Çünki izole olunmuş nöqtə yoxdur. Bu çoxlar təbii ki, heç yerdə sıx olmayan çoxluqlardır. Və o zaman x-i belə yaza bilərəm. X k'lar, k dəyişir 1-dən müsbət sonsuzluğa. Baxın, biz x-i hesabi sayıda heç yerdə sıx olmayan çoxluqların birləşmə şəklində yazdıq. Buradan anlar ki, x birinci kateqoriyalı çoxluqdur. Birinci kateqoriyalı çoxluqdur. Amma Ber teoreminə görə tam metrik fəza ikinci kateqoriyalı çoxluqdur. Ber teoreminə görə tam metrik fəza ikinci kateqoriyalı çoxluqdur. İkinci kateqoriyalı çoxluqdur. Ziddiyyət. Biz birinci kateqoriyalı çoxluq aldıq. Ziddiyyət. Deməli, tam metrik fəzada izole olunmuş nöqtə yoxdursa, həmin metrik fəza qeyri-hesabi çoxluqdur. İspat olundu. Bunu ispat etdik. İndi gələk Kantor teoreminin isbatına. Biz çoxluq olaraq 0,1 parçası alırıq və x rho metrik fəzasına baxaq. Hansı ki, istənilən xy daxildir 0,1 üçün. Rho xn y arasındakı məsafə bu olsun. Aydın məsələdir ki, bu tam metrik fəzadır. Və bu fəzada izole olunmuş nöqtə yoxdur. Təbii ki, 0,1 parçasının istənilən nöqtəsi onun limit nöqtəsidir. İzole olunmuş nöqtə yoxdur. 0,1 parçasının izole olunmuş nöqtəsi yoxdur. O zaman yuxarıda ispat etdiyim teoremin şərti ödənir. Tam metrik fəzadır və izole olunmuş nöqtə yoxdur. Deməli, x yuxarıdakı teoremə görə qeyri-hesabi çoxluqdur. Əslində, bu teorem daha güclü bir faktdır təbii ki. Xüsusi halda çıxdı 0,1 parçasının qeyri-hesabi olmağı. Bununla da teoremimiz ispat olundu. Növbəti videoda görüşərik. Sağ olun.